Salam dəyərli idmansevərlər, hər birinizi xoş gördük. Azərbaycanı UFC-də təmsil edən Nazim Sadıxovun növbəti rəqibi bəlli olub. O kiminlə döyüşəcək və nə vaxt döyüşəcək? Bu barədə sizləri məlumatlandıracağam. Həmçinin qələbə şanslarımız nə qədərdir bu döyüşdə? Bu barədə sizləri məlumatlandıracağam. Sizlər isə dəstəyinizi bizdən əsirgəməyin. Bizə və Nazim Sadıxova dəstəyinizi göstərin. Videonu bəyənin, şərhlər bölümündə fikirlərinizi yazın. Uğurlar diləyə bilərsiniz və görüş haqqında fikirlərinizi yaza bilərsiniz. Kimin qələbə qazanacağı barəsində öz mülahizələrinizi şərhlər bölümündə qeyd edə bilərsiniz. Və bir də kanala abunə deyilsinizsə mütləq abunə olun. Çünki Azərbaycanın ən aktiv və ən böyük MMA döyüş növü üzrə kanalını izləyirsiniz. İzləmədə qalın ki, bütün xəbərlərdən hər kəsdən öncə xəbərdar olasınız və döyüşləri kanalımız vasitəsilə izləyə biləsiniz. Mən isə məlumata keçid alım. Dəyərli dostlar, qeyd etdiyim kimi döyüş var. Bəli, Nazim Sadıxov Markel Mederosla, ABŞ-lı idmançı ilə qarşı-qarşıya gələcək. UFC-də bu Nazim Sadıxovun 7-ci döyüşü olacaq. İlk öncə xəbəri sizin nəzərinizə çatdırım. Xəbər ondan ibarətdir ki, Azərbaycanlı MMA döyüşçüsü Nazim Sadıxovun UFC-də növbəti rəqibi bəlli olub. UFC 327 turniri çərçivəsində Amerikalı Markel Mederos ilə üz-üzə gələcək. Qarşılaşma aprelin 11-də 2026-cı ildə ABŞ-da başlayacaq. Qeyd edək ki, Azərbaycan təmsilçisi UFC-də keçirdiyi 6 görüşün 4-ündə qələbə qazanıb, birində heç edib, yalnız bir döyüşdə məğlub olub. Və dəyərli dostlar, bu möhtəşəm döyüşdə tarixində sizin nəzərinizə çatdırdıq. Bəli, aprel ayının 11-də bu döyüş başlayacaq. Ondan əvvəl isə sizin nəzərinizə daha əvvəlki verilişə çatdırmışdım. Tofiq Musayevin martın 28-də döyüşü var və onun ardından 2 həftə sonra Nazim Sadıxov döyüşəcək və bu iki möhtəşəm döyüş öncəsi bütün məlumatları, döyüş zamanı və döyüşdən sonra da bütün məlumatları sizin nəzərinizə çatdıracağıq. Təbii ki, abunə olub bildirişi açıq tutsanız bütün bunlardan xəbərdar olacaqsınız. Mən isə davam edeyim. Bizim idmançının qələbə qazanmaq şansı varmı? Bu barədə istəyirəm bir qədər danışaq. Dəyərli izləyicilər, Nazim Sadıxovun statistikalarına ilk öncə baxaq. Gəlin bunu Azərbaycan dilində sizlərə təqdim edim. Nazim Sadıxov Azərbaycanlı idmançıdır. Bəzi mənbələrdə onun Bakıda, bəzi mənbələrdə isə ABŞ-da doğulduğu qeyd olunur. Hər halda Wikipediyada Bakıda doğulduğu qeyd olunub. Ona görə də biz də bu şəkildə sizlərə təqdim edək. Onun peşəkar karyerası ərzində 14 görüş keçirib, 11-də qələbə qazanıb, 2 məğlubiyyəti var, 1 heç hissəsi var. Və ləqəbi Black Wolf'dur və yaxud Azərbaycan dilində desək, qara qurd, qara canavar ləqəbli bu idmançımız UFC-də 7-ci döyüşünə çıxacaq. Son çəki ölçmədə onun çəkisi 71 kq olub, boyu 1 metr 78 santimetrdir, ayaq uzunluğu 104 santimetr və Azərbaycanı təmsil etdiyi burada qeyd olunub. Və onun rəqibi haqqında da statistik məlumatlara baxaq, daha sonra döyüş üsulları haqqında danışacağıq. Bəli, Markel Mederos haqqında da gördüyünüz kimi kifayət qədər yaxşı nəticələri var. 12 görüş keçirib, 11-də qələbə qazanıb, bir heç hissəsi, üzrsən bir məğlubiyyəti var və Amerika Birləşmiş Ştatlarını təmsil edir bu idmançı. 29 yaşı var, ləqəbi yoxdur. Bəzi mənbələrdə bal porsuğu kimi təqdim olunur. Hər halda onun hücuma meyilli bir döyüşçü olduğu üçün bu şəkildə təqdim olduğunu düşünürəm. Son çəki ölçməsində onun çəkisi 70 kq, boyu 178 cm, ayaq uzunluğu 102 cm və təmsil etdiyi ölkə Amerika Birləşmiş Ştatları. Dəyərli dostlar, qeyd etməliyəm ki, Azərbaycanın çox az saylı idmançılar UFC-də təmsil edirlər. Rafael Fiziyev, Tofiq Musayev və Nazim Sadıxov arasında da ekranda görürsünüz. Və dəstək olmaq lazımdır Azərbaycanda MMA-nın inkişafı üçün. Sizin də dəstəyinizə ehtiyac var, ona görə də dəstəyinizi əsirgəməyin. Videonu bəyənin. Mən isə döyüş üsulları haqqında danışım. Nazim Sadıxov daha çox ayaq üstü döyüşə üstünlük verir.
Həmçinin rəqibi Markel Medeiros da ayaqüstü döyüşə üstünlük verir. Hər iki idmançı hücuma meyillidir, yəni müdafiədə hücuma çıxmaq yox, daim rəqibə təzyiq göstərməyə çalışır. İndi burada görəcəyik kimin potensialı daha güclüdür, kim daha çox təzyiq göstərə bilir. Rəqibin Nazimdən üstün cəhəti güləşdə məncə Nazimdən daha yaxşıdır və bir də ümumi çaşdırıcı fənlərdə daha çox bədən hərəkətləri ilə rəqibi çaşdırmağa çalışır. Nazim Sadıqov isə əl hərəkətləri ilə rəqibi çaşdırmağa çalışır. Qeyd edim ki, məsələn, Azərbaycanlı digər idmançı Rəfail Fiziyev, Məhəmməd Əli kimi zərbələrdən yayınmağa çalışan bir idmançıdır. Amma Nazim Sadıqov daha çox zərbələrə blok qoyan idmançıdır. Yəni, zərbədən yayınmaqdansa onu əlindən və yaxud tutaq ki, diz zərbəsi ilə bu şəkildə qarşısına alır. Yəni, fərqli döyüş üslubu var. Nazim Sadıqovun zəif cəhətlərindən biri onun hücumdan çəkilərkən boşluq verməsidir ki, bir çox döyüşlərində, hətta elə bilmişəm ki, artıq nakauta düşəcək, amma geri dönüş edə bilib. Dözümlü idmançıdır, amma çox boşluqlar verir müdafiədə, amma hücumu çox möhtəşəmdir, zərbələri çox güclüdür. Belə deyək, əgər Markel Medeiros bu görüşdə, Nazimlə görüşdə güləş fəndlərindən çox istifadə etməsə, ayaqüstü döyüşə getsə, Nazim Sadıqov daha üstündür. Amma bir şeyi də unutmaq lazım deyil, Markel Medeiros rəqiblərin əksəriyyətinin ayağını zədələyərək məğlub eləyir. Yəni, güclü ayaq zərbələri var və rəqibin ayağını vurur və ayağına vurulan zərbələr rəqibin ayağını zədələyir və rəqib döyüşdən çəkilməli olur. Nazim Sadıqov ayaq zərbələrində bir qədər zəifdir, adətən əl zərbələrinə üstünlük verir. Ona görə ayağını qoruya bilsə zədələnmədən Markel Medeirosla döyüşdə və güləş fəndlərinə getməsə ayaqüstü döyüşdə Nazim Sadıqovun zərbələri çox qüvvətlidir. Markel Medeirosu məğlub edə bilər. Açığını desəm, Markel Medeirosu mən bir qədər daha şanslı görürəm, amma ümid edirəm və arzu edirəm ki, Nazim Sadıqov qələbə qazanar və növbəti qələbə ilə bizləri sevinirlər. Siz nə düşünürsünüz? Fikirlərinizi səmimi şəkildə, aydın şəkildə şərhlər bölümündə yaza bilərsiniz. Sizcə Nazim Sadıqov yoxsa Markel Medeiros qələbə qazanacaq və eyni zamanda Tofiqin də 28 mart tarixində başlayacaq görüş haqqında da fikirlərinizi yaza bilərsiniz. Bu arada yayda UFC növbəti döyüş gecəsini Azərbaycanda keçirəcək. Yəqin ki, həmin döyüşdə də döyüş gecəsində də bizim idmançılarımız iştirak edəcəklər. Hər birinə uğurlar arzu edirəm. Növbəti videoda daha maraqlı məlumatları sizə çatdırmaq ümidi ilə indi sizdən sağollaşıram. Ümid edirəm ki, siz də dəstəyinizi əsirgəməyib, videonu bəyənmisiniz və şərhlər bölümündə fikirlərinizi yazmısınız. Yazmamısınızsa yazın. Kanala abunə deyilsinizsə abunə olub bildirişi açıq tutun. Ekranda gördüyünüz videolardan birini izləməyi tövsiyə edirəm. Növbəti videoda görüşmək ümidi ilə sizlərlə sağollaşıram. Hələlik.